Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilər. Baxın, siz istəyən küçə, maşallah, geniş, 7 metrə var. Natiq, çoxdur. 7 metrədən geniş, böyük bir küçə. Dalan, gözəl bir küçə. Yerləşmə yeri super, dəyərli izləyicilər. Sizə 3 ev göstərəcəm, 3 ev. Amma mən belə bir söz deyimdə, bu evlərdən hansınınsa deməyəcəm. Ev sahibi dedi ki, mən özüm xəbər eləyəcəm sizə. Hansınınsa birinin behi verilib. Allah xeyir eləsin. Alana da, satana da, burada kim yaşayacaq bundan sonra, ona da hamısına Allah Taala xeyir versin. Əziz izləyicilərim, mən bütöv olaraq küçədən sizə başladım ki, bu 3 dənə evi sizə təqdim edeyim. 3 ev, 1, 2, 3 dənə. Ev inşa olunub, çox da qəşəng evlərdir, xoşum gəldi, çox qəşəngdir. Keyfiyyəti falan, hər şeyi gözəldir, qiyməti də gözəldir, start qiymətdir, 230 min manatdır. Yerləşmə yerini deyim sizə, yerləşmə yeri Mərdəkan, Sergey Yesenin küçəsi gedir də o, Sergey Yesenin küçəsi, Qaranquş sanatoriyasının yaxınlığı, gözəl bir küçə, hər tərəfində yaşayış var. Sağında, solunda, burada gözəl insanlar yaşayır, özü də tanıyırıq. Belə necə deyim, qoşu kimi qoşu, kənd adamı kimi kənd adamı, insanlar yaşayırlar. Yaşıllıq, gözəl bir ərazi, bu evlər sizə qismət ola bilər. Buradan marketə nə qədər vaxt olar Natiq gedib gəlmək üçün? 300-400 metr marketə gedib gəlmək mümkündür. Park, işıq qalasının yaxınlığındadır. Qazı, suyu, işığı, hamısı daimidir. Əzizlərim, gedək başdan başlayayım. Natiq, bu evin deyəsən qarajı var, düzdür? Bu evin ümumi olaraq girişdən qarajı var. Burada 2 maşın yerləşər yanbayan. Çünki bu ərazi demək olar ki, 3 dənə qoşunundur. Baxın, gözəl, modern 3 dənə evdir. Çox da möhtəşəmdir. Bu qarajlıdır. Maşallah, bura elə 2 maşından da böyük. Yəni, böyük 2 dənə maşın yerləşər. 230 min manat. Bu da 230-dur, düzdürmü? Hamısı 230 min. 230 min manat. Bu 3 dənə evdən kim gəlsə, bugün, xahiş edirəm sizdən, baxın, baxdıqsa, bugün baxacaqsınız buna. Baxdınız, bəyəndiniz, zəng eləyin, gəlin baxın. Çünki bu evlər qalmayacaq. Üzr istəyirəm. Sonra zəng eləyəsiniz mənə, gec olacaq. Zəng eləyəcəm ev sahibini, deyəcək ki, satdım. Allah xeyir eləsin. Mən də deyəcəm ki, Allah xeyir versin. Dəyərli qardaşımız, müştərimizə də, sizə də deyəcəm ki, satıldı. Yəni, bu bizim əlimizdə deyil. Yenə deyirəm, belə şikayət eləmirəm. Sadəcə deyirəm, bazarda əmlakçı çoxdur. Sadəcə sizdən çox xahiş edirəm. Əmlakçı seçəndə əmlakçı seçin. Əmlakçı seçin ki, o sizi ilə axıra qədər addımlasın. Ev göstərim, müştərim, məndən ev al. O əmlakçılıq deyil. Dəyərli izləyicilər, əmlakçı sözünün mənası və arxasında çox şeylər durur. Biz də dediyimiz sözlərin, yəni kim ki bizdən ev alıb, sizdən çox xahiş edirəm. Nə eləmişik, nə eləməmişik, rəylərdə yazın. Mən sizin rəyləri gözləyirəm Allahın köməyi ilə. Bizdən çox adam ev alıb, hələ də indiyə qədər danışırıq. Bir problemi də olanda indiyə qədər gecə də olsa bizim Natiq Mərdəkanda yaşayır, gecə də olsa gedib onların köməyinə çatırıq. Bu da həmən evdən biridir. Bu da 230 min manatdır. İşləri, daxilləri demək olar ki, eynidir. Ona görə çox evlərin içərisini göstərmirəm. 3-cü evin içərisini sizə göstərəcəm, əzizlərim. Keçək. Yenə geniş küçədə 1-ci ev. 1, 2, 3. Buradan keçirik. Mən indi sizə bu evin hər tərəfini göstərəcəm. Əzizlərim, keçək evin həyəti və evin özü ilə tanış olmağa. Başlayıram tam olaraq məlumat verməyə. Avtomatik olaraq darvaza, pultla təchiz olunmuş. Piyada keçid qapısı. Hər bir evdə eynidir, var. Hər bir evin özünün ayrıca şambo sistemi, baxın, buradadır. Ayağımın altındadır, qapının kənarında və küçə tərəfdə inşa olunub. Heç bir problemi yoxdur, Allaha şükür. Keçdim həyətə. Yaşıllıq zonası, lanşaft hissəsidir, yaşıllıq zonası sağ tərəfdə. Bütöv olaraq buradan bura qədər söhbətgahdır. Söhbətgaha su, kanalizasiya xətti çəkilib, işıq, elektrik cəryanları, hamısı çəkilib qoyulub. Gələcəkdə kim istəsə bura mətbəx mebeli yığa bilər. Evin hər tərəfinə fırlanmaq olur. Natiq, səndən bir söz düşürüm. Evin arxa hissəsi haradır ki, orada nəsə ağaclıq var, belə çox yaşıllıqdır. Köhnə bağ, böyük bağdır. Maşallah. Hava da ki, maşallah, burada çox qəşəngdir. Hovuz, 3 metrənin 7 metri olan filtrli hovuz, oktyabr ayıdır, tərtəmizdir.
Evin dedim, arxasına hər tərəfindən fırlanmaq olur. Bu da evin ümumi giriş hissəsi bütöv olaraq bağlıdır. Keçək evin daxilinə. Gəl. Gəl elə belə də gedək, təqdim edəcəm. Bir daha söyləyirəm, evlər demək olar ki, bütün hamısı eynidir. Dəhlizdir, maşallah. Dəhlizi də var. Sağ tərəfdə qonaq otağıdır. Sənəd kupçadır, çıxarışdır. Evin də, torpağın da çıxarışı var. Birbaşa ipotekaya təqdim eləmək olar. Qiymətlər start olaraq 230 min manatdır. Qonaq otağı ilə üzbəüz mətbəx otağıdır. Göstərəcəm. Keçdik yenə dəhliz böyüyür. Maşallah genişdir, qəşəkdir. Birinci yataq otağı. Yataq otağının daxilində sanitar qovşağı. İkinci yataq otağı. Üçüncü yataq otağı və tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Və sonda sizə mətbəx otağı təqdim edirəm. Mətbəx otağında da qaz sobası, aspirator hava çəkən, su hövzəsi qoyulub, mətbəx mebeli yığılıb, ev bütöv olaraq isti döşəməklə təmir olunub. Çox sağ olun, dəyərli izləyicilərimiz. Bizi izlədiyi üçün bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.